Salam dostlar, bu günləri biz Sunday maşını haqqında danışacağıq. Həmişə dərsə başlamamışdan qabaq dediyimiz kimi etdiyimiz bütün texnika və texnologiyalar yalnız tədris üçün nəzərdə tutulub. Digər maşın və texnologiyalar istifadəsi qəti qadağandır. İndi isə maşınımızın enumeration-una baxaq. Maşınımız easy sayılsa da biraz qəliz formada easy-dir. Göstərəcəyik nəyə görə. İlk öncə biz Nmap ilə portları araşdırırıq. Portları araşdıranda mən düzdür özüm üçün TXT faylı da yükləyirəm. Birinci qabağımıza gələn 79 nömrəli port fingerprintdir. Mən nə etdim ilk öncə? Sadəcə sağ düyməni sıxdım, Google-da axtarış verdim və gördüyünüz kimi. Və mən həmişə bu vebsayt book.hacktricks.xyz bu vebsayt mənim üçün çox önəmli saytlardandır. Çünki orada belə deyək ətraflı bir çox məlumatlar var. Yəni siz hansı bir sistemi enumeration edirsinizsə sizin üçün daha rahat olacaq bu ilə işləmək. Və baxdıq ki 79 nömrəli əlbəttə ki bəli portdur. Burada yazılıb necə userları tapmaq. Deməli finger user nmpl Perl'da yazılan bir skript var. Onu aktiv edərək user txt biz çox vaxt checklistdən götürürük və IP-mizi yazırıq və yaxud da ki metasploit-la. Mən sizə hər ikisini göstərəcəm. Finger user enumeration özünün Pentest Monkey-də bu skript hazır var. Yəni siz bunu yükləyib rahatlıqla skripti istifadə edə bilərsiniz. Və mən bunu etmişəm. Budur fingerprint user n -u və mənim checklist olan qovluğum və IP. Mənə bu userları göstərdi. Baxın, Sunday, Sunny, yəni əsas lazım olan userlar bunlar idi. Və mən userları tapandan sonra fikir verin, SSH bizdə 22.0.22-də yerləşir. Userları tapdım, çox rahat, əla. Amma mən bu ilə də sizə Metasploit-da göstərmək istəyirəm. Metasploit-da finger user yazan kimi və yaxud finger yazdım. Mənə daha doğrusu mən onsuz da bu vebsaytda bu modulu görmüşdüm. Daxil oldum, sadəcə options'a girdim. Baxdım ki rhost, yəni bizim IP-miz, hədəf IP-mizi yazırıq. Hədəf IP-dən sonra bizim hardakı checklistimiz var. Onu aktiv edəndən sonra mənə bu userları verdi. Yenə məndə burada Sunny, Sami userları əsas önəm kəsb etdi. Çünki digər userlar belə deyək də rootdan başqa. O qədər də insana bənzər deyirlər. Mən nə etdim? SSH, Sunny, IP və portumuz. Hansı portdan biz SSH-ə giririk. Bu o deməkdir ki, baxın, SSH həmişə biz bildiyimiz portlar, yəni by default olan portlarda olmur. Bəzən hackerlardan gizlənmək üçün SSH portunu başqa porta yönləndirirlər. Bu maşın onun üçün nəzərdə tutulur. Burada göstərir ki, bizə lazımdır parol. Parolu biz keçən maşında gördüyümüz kimi özümüzdən də yarada bilərik. Birinci ağla batan nədir? Root, admin, password. Yəni brute force edirik də. Maşının adı nədir? Sunday. Sunday yazan kimi maşına daxil olursan. Who am I? Sunday. Okay. pwg ls. Burada heç nə yoxdur. Nöqtə ls. cg Sami ikinci bizim userimiz. Daxil oluruq. Get user txt. Bizə icazə vermir. Gördüyünüz kimi bizim icazəmiz yoxdur ki, biz maşında növbəti hər hansı bir əməliyyatı edək. Demək ki, bizim bir mərhələ daha yuxarı qalxmağımız lazımdır. Sudo -l eləyirik. Troll adlı bir modul yoxdur Linux'da, belə bir servis yoxdur. Biz nə edə bilərik? Edirik. Aha. Biz yəni biz hazır skriptlərlə də privilege escalation edə bilərik. Əgər privilege escalation haqqında məlumat istəyirsinizsə,
1 saata yaxın olan videonu izləyə bilərsiniz. Biz bunu da etməyəcəyik. Baxın, biz bunu etməyəcəyik deyəndə biraz da manual işləməyi öyrənək. Amma gələcəkdə mən sizə bunu necə avtomatlaşdırmaq olar, onu da göstərəcəm. Bizim əsas məqsədimiz indi nədir? Papkaları girə bilərik. Belə üçün CD backup. Girəndə bizim burada 2 faylımız var. Cat agent'e girək. Baxaq görək nə var. Bizdə 2 dənə hash var. Cat burası nədir bizdə? Shadow. Eyni şey, heç bir fərqi yoxdur. Biz Sunny user'ındayıq. Biz Samiyə keçmək istəyirik. Samiyə keçməkdən ötürü biz bu haşı deşifrələməliyik. Biz bu faylı götürürük. Bunu götürürük haşı. Yəni əgər bilmirsinizsə copy edirik. Məsələn, nano hash yazırıq və faylımızı bura qoyuruq. Bu qədər bəsit. Mən qoymayacağım çünki mən artıq etmişəm. Bunu edəndən sonra biz növbəti bir komandanı yerinə yetirmiş oluruq. John hash word list roq və bizə parolumuzu verdi. Cool dude nida işarəsi. Biz bunu götürürük. Su semmi. Edəndə bizə parol istəyəcək. Enter sıxırıq. Biz semmiyik. Okey. İndi cd home semmiyə daxil olaq. Cat user etsək bu açılacaq. Bu heç. Biz artıq semmiyik deyə biz artıq o papkaya qovluğa bizim icazəmiz var. Bizə indi lazım olan nədir? Biz yenə sudo-l edirik. Aha, burada wget çıxdı. Wget'in çıxmağı çox gözəl bir şeydir. Niyə? Biz burada həmişəki gtf-bin web saytına daxil olub wget yazırıq, sudoya daxil oluruq və burada gördüyünüz hər bir sətri ardıcıl olaraq yazırıq. Daha növbəti. Axırıncı sətri yazandan kimi root olduq. Who am I? Root. Baxın. Biz burada nə öyrəndik? Əgər biz hər hansı bir istifadəçiyə daxil oluruqsa, bu demək deyil ki, biz digər istifadəçinin də fayllarını oxuya bilirik. Və biz o digər istifadəçinin fayllarını oxuması üçün həmin o user'ın login paroluna daxil olmağı da bilməliyik. Və ondan ötürü də biz müəyyən qovluqları izləməliyik, axtarmalıyıq, tapmalıyıq. Bunun əsasında biz artıq növbəti istifadəçinin daxil ola bilirik və fikir versəniz, birinci user hansı ki var idi, Sunny. Yəni Sunny ilə daxil olanda biz gördük ki sudo-l edəndə elə də bizə normal bir ipucu vermədi, belə deyək ki, biz özümüzü adminə qaldıra bilək. Bu o deməkdir ki, növbəti mərhələdə növbəti istifadəçinin adını istifadə edərək biz əlavə bir pilləyə qalxa bilirik və onun əsasında biz privilege escalation edib root da artıq əldə edə bilirik. Bu qısa da olsa video, ümid edirəm ki, sizə yardımcı olacaqdır. Yadda saxlayın ki, istifadə olunan texnika və texnologiyalar yalnız və yalnız etik, icazə verilən maşınlarda istifadə olunur. Əldə etdiyiniz bilikləri TryHackMe və Hexabox maşınlarında tətbiq edə bilərsiniz. Digər maşınlarda istifadəsi qəti qadağandır. Videonu bəyəndinizsə like, comment və əlbəttə ki, dostlarınızla bölüşməyi də unutmayın. Hamınızı uğurlar.